Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Kanalıma və mətbəximə xoş gəlmisiniz. Bugün sizlərə həm görünüşü ilə, həm də dadı ilə çay süfrələrinizi bəzəyəcək, ağızda əriyən, asan hazırlanan gül peçenyesi reseptini təqdim edirəm. Keçirəm hazırlamağa. Qaba 200 qram kəsmik, 2 yumurta, 200 ml stəkanla 1 stəkan şəkər tozu, 1 paket vanil əlavə edib qarışdırıram. Çalışın ki, ərzaqlar otaq temperaturunda olsun. Sonra üzərinə yarım çay qaşığı çay sodasını limon suyunda həll edib qarışıma əlavə edirəm. Sonra 150 qram yumşalmış kərə yağını da bura əlavə edib yaxşı-yaxşı qarışdırıram. Sonra üzərinə 1 paket qabartma tozu və 4 stəkan ələnmiş unu hissə-hissə əlavə edib yumuşaq xəmir yoğururam. Sonra üzərinə 1 paket qabartma tozu və 4 stəkan ələnmiş unu hissə-hissə əlavə edirəm və 1 çimdik də duz əlavə edib yumuşaq xəmir yoğururam. Xəmir bərk olmamalıdır. Bu cür olduqda xəmiri 2 hissəyə bölürəm. Bir hissəsinə 1 xörək qaşığı kakaonu əlavə edib yenidən biraz yoğururam ki, kakao tamamilə xəmirə qarışsın. Videonu izləyən əziz və dəyərli izləyicilərim, sizlərdən isə xahişim kanala abunə olub, bildiriş zəngini aktiv edərək, bəyənib yaxınlarınızla paylaşaraq mənə dəstək olasınız. Zəhmətə dəyər verən, dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Xəmir bu cür ələ yapışmayan, yumuşaq xəmir olmalıdır və mən bunların üzərlərini bir salafanla örtüb 10-15 dəqiqə dinlənməyə qoyuram. On 15 dəqiqə keçdikdən sonra xəmirin hər ikisini 2 kündəyə bölürəm və 5 dəqiqədə gözlətdikdən sonra xəmiri yayıram. Xəmiri çox qalın yaymıram, hardasa 3-5 milli qalınlığında olmalıdır. Və artıq 5 dəqiqə keçdikdən sonra xəmiri yayıram və sonra stəkanla bu cür dairə formasında kəsirəm. Yenə nəzərinizə çatdırıram ki, xəmiri çox qalın yaymıram, hardasa 3-5 milli qalınlığında olmalıdır.
Kakaolu xəmiri də eyni qaydada hazırlayıram. Daha sonra dairə formasında olan xəmirləri ağ-qara olmaqla bu cür düzüb, azca üzərindən yayıram, sonra bükürəm və ortadan ikiyə bölürəm. Və bu cür gül formasında peçenyelər hazırlayıram. Hazırladığım peçenyeləri yağladığım listə düzürəm və 180 dərəcədə alt-üst rejimdə hardasa 25 dəqiqə müddətinə bişirirəm. Sobadan asılı olaraq bişmə vaxtı dəyişə bilər. Artıq peçenyelər bişib hazır oldu. Üzərinə biraz da şəkər pudrası səpirəm. Baxın, görünüşü bu cürdür. Dadı isə çox-çox ləzzətlidir. Kövrək olduğu üçün də ağızda əriyir. Sizlər də həm asan, həm də ağızda əriyən, ləzzətli, görünüşü ilə də çay süfrələrinizi bəzəyəcək şirniyyat hazırlamaq istəyirsinizsə, bu resepti mütləq sınayın. Allah hər kəsin ruzisini bol etsin. Sizlər də hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Videomu bəyənməyi, fikirlərinizi, rəylərdə mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.